Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Vel akibetu lil muttaqin. Ve la udvana illa ala zalimin. Rabbi şrahli sadri ve yessirli emri. Ve ehlul ugdeten min lisani yefkahu kavli. Amma ba'd. Möhtərəm qardaşlar, İlk öncə siz salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkatuh. Amma sonra biz inşallah Allahın yardımı ilə Şeyx Muhammed İbni Abdülvahhabın Usulü Sələsə kitabının şərhini davam etdiririk və keçən dərsimizdə biz kitabın müqəddiməsində şeyxin qeyd etdiyi 4 məsələdən üçüncüsünü və dördüncüsünü götürdük və indi bu dərsimizdə inşallah qaldığımız yerdən davam edirik. Bundan sonra Şeyxülislam Muhammed bin Abdülvahhab rahiməhullah, Allah ona rəhmət etsin, kitabında da sözünə davam edərək demişdir ki: "Və dəlilu qavluhu Teala vəl asri innel insane lefi xusr illellezine amenu və amilus salihati və tevasav bil haqqi və tevasav bis sabr." Suratul Asr. Müəllif demişdir ki, bunun dəlili, yəni yuxarıda qeyd etdiyimiz, keçən dərsimizdə götürdüyümüz 4-cü məsələ olan səbir etmək, yəni bu yolda, yəni dəvət edilmə yolunda edilən əziyyətlərə səbir etməyə dəlil olaraq müəllif rahiməhullah Əsr surəsini qeyd edir və deyir ki, bunun dəlili uca Allahın bu surəsidir ki, uca Allah Əsr surəsində demişdir ki, and olsun əsrə, həqiqətən insan ziyan içərisindədir. Yalnız iman edib, yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa. Müəllif rahiməhullah bu 4 kitabın müqəddiməsində qeyd etdiyi bu 4 məsələni istidlal etmək üçün Qur'anda olan əzəmətli bir surəni, yəni Əsr surəsini qeyd etmişdir, hansı ki 3 ayədir və 3-dən artıq ayə deyildir. Və bu ayənin əvvəlində uca Allah zamana, yəni əsrə and içir, hansı ki o zaman ki, hansı ki xeyr və şərin baş verilən məhəllidir. Yəni həmin zamanda xeyirlər də və ya şərlər də baş verir və uca Allah buna and içir ki, vəl asr, yəni əsrə and olsun ki, və bunu qeyd etdikdən sonra uca Allah sözünə davam edərək deyir ki, bəs şübhəsiz ki, bütün, yəni insan xəsarət içindədir və bu, yəni insan kəlməsində əlif və ləmin olması, yəni baxmayaraq ki, burada yəni insan kəlməsi tək halda, cüt deyil, tək halda qeyd edilir, lakin bu bütün insanlara şamil edilir. Çünki əlif və ləm, yəni insan kəlməsinin əvvəlində olan əlif və ləm əl-istiğraq və şumuli ifadə edir ki, yəni bütövlüyü, tamlığı və hər yəni şeyə şamil olunmanı ifadə edir. Həmçinin buna, yəni bu ayədən sonraki istisna da dəlalət edir ki, çünki istisna edilənlər bütöv şeydən istisna edilir. Yəni bütün insanlar xəsarət içindədir, yalnız iman gətirənlər və salih əməllər və s. olanlardan başqa. Və uca Allah bütün insanların xəsarət içində, xüsran içində olmasını qeyd etdikdən sonra 4 sinif insanı
bu xəsarətə uğrayanların içindən ayırmışdır, istisna etmişdir ki, onlar yəni bu xəsarətin içinə daxil deyirlər. O kəslər ki, bu sifət ilə vəsf edilmiş olarlar və bu 4 sifət, birincisi iman etmək, ikincisi salih əməllər etmək və üçüncüsü haqqı ilə tövsiyə etmək, insanlara haqqı tövsiyə etmək və dördüncüsü də insanlara səbr etməyi tövsiyə etməkdir. Görüldüyü kimi bu məsələlər, yəni istisna edilən bu 4 məsələ çox mühim olan məsələlərdəndir ki, və bu səbəbdən də bu məsələlərin bu surədə qeyd edilməsi bu surənin məqamını yüksəldir. Baxmayaraq ki, bu surə cəmi 3 ayədən ibarətdir. Və bunun, bu surənin belə olmasını həmçinin qabaqda zikr ediləcək İmam Əş-Şafiyinin rahiməhullah kəlamı da təsdiq edəcək. Ayədə qeyd edilən xusur kəlməsi, yəni naqis olan və ya həlak olan mənasını ifadə edir. Və əgər bir insan həyatında bu ayədə, yəni bu surədə istisna edilən o 4 sifətə nail olmazsa, yəni bunlar da, yəni həmin adam vəfat edərsə və iman etməzsə və həmin adam vəfat edərsə və salih əməl sahibi olmazsa və s. bu sifətlərə nail olmazsa, o artıq xüsran içində, yəni xəsarət çəkənlərdən olmuş olacaqdır. Lakin bu surədə və həmçinin bu ayədə xüsranın, yəni xüsrana uğramağın nə ilə ifadə olması qeyd edilmir və ya bəyan edilmir. Bəyan edilmir ki, xəsarətdə olan insanların o xəsarətin nədən ibarətdir? Yəni, onlar bu xəsarətə görə nəyə uğrayacaqlar? Lakin burada ayənin sonu həm də ayənin əvvəlini təfsir edir. Yəni, o kəslər ki, bu 4 sifətə iman etmək, salih əməllər etmək, haqqı ilə tövsiyə etmək və səbr ilə tövsiyə etmək sifətlərinə nail olmazlarsa, şəksiz və şübhəsizdir ki, onlar artıq xəsarət çəkənlərdən olacaqlar. Və bu xəsarət də həm dünyada və həm də axirətdə olmağa aiddir. Yəni, yalnız dünyaya aid deyildir və ya yalnız axirətə aid deyil. Həm dünyada, həm də axirətdə, xəsarətdə olmağa aiddir. Və belə bir sifətə nail olan kəs artıq, yəni, neymətləri Allahın onun üçün hazırladığı dünyada və axirətdə neymətləri fövt etmiş olar, itirmiş olar və artıq cəhənnəmi, axirətdə də cəhənnəmi haqq etmiş olar. Və bu da şək yoxdur ki, artıq xüsranların ən böyük xüsranıdır. Çünki o artıq, yəni, onun üçün vəd edilmiş neymətlərdən özünü məhrum etmiş olur ki, bu da şəksiz ki, xüsranın, yəni, əsas səbəblərindəndir. Və həmçinin bilinməsi gərəkir ki, bu xüsran, yəni, müxtəlif səbəblərdən olar. Baxmayaraq ki, bu ayədə, yəni, xüsranın nədənlərindən biri həmin 4 sifətə nail olmayanlar göstərilibsə, lakin əslində, yəni, xüsranın səbəbləri daha genişdir və daha çoxdur. Bəzən bunun səbəbləri küfür ola bilər. Necə ki, uca Allah demişdir, لَيْنْ أَشْرَكْتَ لَا يَحْبَتَنَّ أَعْمَالُكَ وَلَا تَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Uca Allah demişdir ki, əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq xəsarətə uğrayanlardan olacaqsan. Əz-Zumər surəsi
65-ci ayə. Həmçinin Uca Allah demişdir ki, قَدْ خَسِرَ الَّذ۪ينَ كَذَّبُوا بِلِقَاءِ اللّٰهِ وَمَا كَانُوا مُهْتَد۪ينَ. Uca Allah demiştir ki, Allahla karşılaşacaklarını yalan sayanlar mütləq xüsrana uğrayacaqlar. Onlar doğru yola yönələn deyirlər. Yunus surəsi 45-ci ayə. Görüldüyü kimi, bu iki ayədə, yəni xəsarətin səbəbi küfürdür. Birinci ayədə, yəni şərik qoşmaq, Allaha şərik qoşmaq. Uca Allah demişdir ki, əgər Allaha şərik qoşsan, artıq bütün əməllərin puç olar və xəsarət çəkmişlərdən olarsan. Və həmçinin ikinci ayədə, Allahla qarşılaşmağı yalanlayan kəslər artıq xəsarət içindədirlər. Yəni, axirəti və ya qiyaməti yalanlayanlar artıq xüsrana uğrayanlardandır. Həmçinin Quran-ı Kərimdə xüsranın səbəblərindən, yəni xəsarətə uğramağın səbəblərindən biri də, məsələn, əməlləri tərk etmək səbəbindəndir. Yəni, Allahın əmr etdiyi əməlləri tərk etmək şək yoxdur ki, xüsrana səbəb olur. Necə ki, bu ayələrdə qeyd edilmişdir. Məsələn, birinci ayədə Uca Allah demişdir ki, وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ. Uca Allah demişdir ki, tərəziləri yüngül gələnlər isə özlərini xüsrana uğradanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar. Əl-Mü'minun surəsi 103-cü ayə. Həmçinin Uca Allah demişdir ki, وَمَنْ يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِنْ دُونِ اللّٰهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُب۪ينًا. Uca Allah demiştir ki, Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar xüsrana uğramışdır. Ən-Nisa surəsi 119-cu ayə. Həmçinin Uca Allah demişdir ki, İstəhvəzə aleyhimuş şeytanu fəənsahum zikrallahi uləykə hizbuş şeytan ələ innə hizbəş şeytani humul xasirun. Uca Allah demiştir ki, şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutturmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər xüsrana uğrayanlardır. Əl-Mücadilə surəsi 19-cu ayə. Həmçinin xüsrana uğramağın səbəblərindən biri insanlara haqqı tövsiyə etməyi tərk etməkdir. Necə ki, Uca Allah demişdir, Və minən-nəsi mən ya'budullaha alə hərfin fəin əsəbəhu xeyrun itməənnə bihi və in əsəbəthu fitnə inqaləbə alə vəçihi xasirad dünya vəl-axirə zəlikə huvəl xusranul mubin. Uca Allah demişdir ki, insanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qaydar. O şəxs dünyanı da itirər, axirəti də, gerçək xəsarət də elə budur. Əl-Həcc surəsi 11-ci ayə. Və bilinməsi mühüm məsələlərdən biri odur ki,
şək yoxdur ki, uca Allahın bu surədə xəsarət çəkənlərdən istisna etdiyi 4 sifət sahibini ki, bunlardan birincisi iman etmək, ikincisi salih əməllər işləmək, üçüncüsü haqqı ilə tövsiyə etmək və dördüncüsü də səbri tövsiyə etməkdir. Bu, şək yoxdur ki, nəfsi islah etmək və ya nəfsi cihad etmək ilə nail olunur. Necə ki, böyük alimlərdən İbn-i Qeyyim rahiməhullah bu barədə demişdir. Qalə İbn-i Qeyyim rahiməhullahi teala cihadun nəfsi ərba məratib ihdəhə. İbn-i Qeyyim rahiməhullah demişdir ki, nəfsi ilə cihad 4 mərtəbədir. Bundan sonra demişdir ki, ihdəhə ən yücahidəhə alə ta'liməl huda və dinil haqqəl-ləzi la fələhə ləhə və la səadə fi məaşihə və məadihə illə bihi. Birincisi, hidayət və haqq dini olan İslamı öyrənməklə cihad etmək, hansı ki, onsuz nə dünyada, nə də axirətdə nə fələh vardır, fələhə çatmaq vardır, nə də saadətə varmaq vardır. Əs-səniyyə ən yücahidəhə aləl-əməli bihi bə'də ilmih. İkincisi, elmdən sonra, yəni elm əldə etdikdən sonra o elmə əməl etməklə cihad etmək, yəni nəfsi bunun üzərinə kökləmək və əldə edilən elm ilə əməl etməkdir. Əs-səlisətu ən yücahidəhə aləd-dəvəti iləyhi və tə'limihi mən la ya'ləmuh. Və üçüncüsü, yəni bilməyən kəsləri öyrətmək və ona, yəni hidayət dininə dəvət etməkdir, etmək ilə nəfsi cihad etməkdir. Ər-rabiyyətu ən yücahidəhə alə-sabri alə muşaqid dəvə iləllahi və əzəl xalqi və yətəhəmməl zəlikə kulləku lilləhi fəizə istəkmələ həzil məratibul ərбə səra minər-rabbaniyyin. Və dördüncüsü, uca Allahın yoluna dəvət etməkdə olan məşəqqətlərə və ya xalqın əziyyətlərinə səbr edərək cihad etməkdir. Hansılar ki, bunlar hamısı Allah üçün olmalıdır və kimdə ki, bu 4 mərtəbə kamillik təşkil edərsə, artıq o Rəbbani bəndələrdən olmuş olar. Rəbbani, yəni Allahın istəkli qullarından olmuş olar. İbn-i Qeyyim Zadul Məad kitabı 3-cü cild 9-cu səhifə fasilələrlə qeyd edilmişdir və bunu qeyd etmişdir Şeyx Əlləmə Muhammed bin Salih Əl-Hüseymin Şərh-i Usul-i Sələsə kitabında 25-26-cı səhifələrdə. Və bilinməsi mühüm məsələlərdəndir ki, hər bir kəsin ayədə qeyd edilən xüsrandan uzaqlaşması üçün edilməsi vacib olan əməllərdən biri uca Allaha iman etməkdir. Allaha iman etmək şək yoxdur ki, tərkibində Allaha və mələklərinə və kitablarına və peyğəmbərlərinə və Allaha yaxınlaşdıran bütün, yəni səhi etiqad və faydalı elmlə bəyan olunmuşlara iman etməkdən ibarətdir. Bundan sonra
İkinci sifət isə salih əməllər etməkdir. Və salih əməllərdən murad, yəni bütün xeyir olan əməlləri icra etməkdir ki, istər zahiri əməllər olsun və ya batini olsun, istər uca Allahın hüquqları ilə əlaqəli olsun və ya insanların, qulların, bəndələrin hüquqları ilə olsun, istər vacib əməllər olsun və ya istər müstəhəb əməllər olmuş olsun. Bunlar hamısı deməli salih əməllərin tərkibinə daxildir. Yəni bütün xeyir tərkibində bütün xeyirlər olan əməllər şək yoxdur ki, salih əməllərin tərkibinə daxildir. Bundan sonra Uca Allah üçüncü sifəti qeyd edərək demişdir ki, haqqı ilə tövsiyə edənlər. Və bu da şübhəsiz ki, yəni Uca Allahın bəyan etdiyi, yəni nazil etdiyi hidayət yoludur ki, hansı ki, Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi ve sellem onu ümmətə bəyan etmişdir ki, yəni İslam dininin tərkibində bəyan edilən bütün əhkamlar özündə haqqı cəm edir və bu şəriətdən olan şeyləri hər kəs, yəni kimsə kimsəyə tövsiyə etdiyi zaman artıq haqqı ilə tövsiyə etmiş olur. Yəni bundan da murad, əsas məqsəd, yəni insanlara Uca Allahın nazil etdiyi haqqı bəyan etmək, tövsiyə etməkdir ki, bunu etməklə insan bu ayədə və ya bu surədə qeyd edilən üçüncü sifətə nail olmuş olur ki, bununla xüsrandan, yəni xəsarət çəkməkdən qurtulmuş olur. Və bundan sonra ayədə Uca Allah dördüncü qismi qeyd edərək, növü qeyd edərək demişdir ki, və səbri tövsiyə edənlər. Və bu ayədə də qeyd edilən səbrin tərkibinə səbr etməyin bütün növləri daxildir. Və bu məsələ də şək yoxdur ki, mühümdir və bu səbəbdən də Uca Allah bunu həm bu ayədə, həm də ümumən başqa ayələrdə səbri gözəl biçimdə vəsf edərək müsəlmanlara, möminlərə səbirli olmağı əmr etmişdir. Və burada səbirdən murad, səbirin dediyimiz kimi bütün növləridir. İstər Allaha itaətdə və fərzləri əda etməkdə olan səbr olsun və ya istər yəni Uca Allahın haram və ya etdiyi və ya çəkindirdiyi şeylərdən çəkinməklə səbr etmək olsun və ya istər Allahın qədərinə, yəni bəla və müsibətlərə səbr etmək olsun. Bunların hamısı bu səbrin, ayədə qeyd edilən bu səbrin tərkibinə daxildir. Bundan sonra müəllif, Allah ona rəhmət etsin, demişdir ki, Qalə Şafii rahiməhullahi teala Ləv mə ənzəlallahu hüccətən alə xəlqihi illə həzihi surə ləkəfəthum. İmam Əş-Şafii, Uca Allah ona rəhmət etsin, demişdir ki, əgər Allah bu surədən başqasını məxluqatın üzərinə hüccət olaraq nazil etməsəydi, bu onlara kifayət edərdi. Yəni bu surə onlara kifayət edərdi. Və şək yoxdur ki, İmam Əş-Şafiinin rahiməhullah bu sözləri bu surədə qeyd edilən böyük, yəni əhkamları özündə cəm etdiyi üçün məhz bu üslubda, yəni ki, əgər ancaq bu surə nazil olmuş olsaydı ki, insanların üzərindən hüccəti qaldırılmaq üçün, yəni bu surə kifayət edərdi. İmam Əş-Şafii, Əbu Abdullah Muhammed ibn İdris
İbn-i Abbas, İbn-i Osman, İbn-i Şafi, El-Haşimi, El-Quraşi, El-Muttalibidir. İmam Əş-Şafiinin əcdadları Məkkədəndir. Bu səbəbdən də o Məkki olaraq nisbət edilir, yəni Məkkəyə nisbət edilir. Lakin o Fələstində, Qəzzədə, Qəzzə şəhərində dünyaya gəlmişdir. Hicrətin 150-ci ilində doğulmuş və Hicrətin 204-cü ilində Misirdə vəfat etmişdir. Rahiməhullah, Allah ona rəhmət etsin. İmam Əş-Şafii 4 məzhəb imamlarından biridir. Böyük fəzilət, hilim və elm sahibidir. Həyatda az yaşamasına, yəni 54 il yaşamasına baxmayaraq böyük elm və vəra sahibi olmuşdur. Böyük, yəni elmi mirasın sahibidir. Ən məşhur kitabları Kitab-ül kitabıdır ki, fiqhini orada cəm etmişdir. Həmçinin İmam Əş-Şafii Üsul-i fiqh elmində ilk müstəqil əsərin Ər-Risalə adlanan kitabın müəllifidir və həmçinin başqa kitabları müəllifidir. Və bilinməsi mühüm məsələlərdən biri budur ki, yəni İmam Əş-Şafiinin bu cür deməsi onu ifadə edir ki, yəni bir insanın yuxarıda deyilən, yəni Əsr surəsində qeyd edilən həmin o 4 sifəti nail olmaq üçün bu, yəni Əsr surəsi kifayət edərdi. Yəni bütün şəriətin məxluqat üçün yəni kifayət etməsini ifadə etmir. Yəni ki, bir dənə Əsr surəsi bütün şəriəti məxluqat üçün əvəz edərdi. Bunu ifadə etmir. Yalnız onu ifadə edir ki, yəni yuxarıda qeyd edilən 4 sifətə nail olmaq üçün, hansı ki Əsr surəsində bu bəyan edilmişdir, bunlara nail olmaq üçün və xəsarətdən qurtulmaq üçün bu surə bir dənə nazil olmuş olsaydı əgər, Uca Allah yalnız bir dənə bu surəni göndərməklə hüccəti qaldırmış olsaydı, bu surə şəksiz ki, kifayət edərdi. Və bu cür deməsi ki, yəni kifayət edərdi, yəni bu surə yalnız nazil olsaydı kifayət edərdi, bu da onu ifadə edir ki, yəni İmam Əş-Şafii rahiməhullah demək istəyir ki, yəni ağıllı, bəsirətli olan bir kəs əgər bu surəni eşidərsə və ya bu surəni oxuyarsa, labüddür ki və mütləqdir ki, başa düşməlidir ki, bəs xəsarətdən, xusrandan xilas olması üçün onun mütləq bu 4 sifətə nail olması lazımdır. Yəni iman etməsi, salih əməllər işləməsi, haqqı ilə tövsiyə etməsi və səbri tövsiyə etməsidir. Və əgər insan bunu bildikdən sonra bu istiqamətdə çalışarsa, artıq xəsarətdən qurtulmuş olar ki, və bu da ona şəksiz ki, kifayət edər. Yəni xəsarətdən qurtulmaq üçün mütləq hər bir insanın bu 4 sifətə nail olması gərəkir. Və hər kim ki ona nail olarsa, artıq xəsarətdən, xüsrandan uzaq olmuş olar. Və İmam Əş-Şafiinin sözü də məhz bunu ifadə edir. İmam Əş-Şafiinin bu sözlərini şərh edən Şeyxülislam İbn-i Teymiyyə rahiməhullah demişdir ki, və huvə kəmə qalə fə innəllaha teala əxbərə ənə cəmiyyən nəsi xasirun illə mən kənə fi nəfsihi müminən salihən və mə'a qeyrihi musiyyən bil haqqı musiyyən bil sabr. Şeyxülislam
İbn Teymiyyə demişdir ki, ve bu onun dediği kimidir? Şüphesiz ki Uca Allah bütün insanların xəsarət içinde olmasını xəbər verir. Yalnız o kəslər ki, özlərində mümin olarlar, əməli salih olarlar və başqalarına haqqı tövsiyə edərlər və səbri tövsiyə edərlər, onlar başqadır, yəni onlar xəsarətdən uzaqdılar. Şeyxülislam İbn Teymiyyə rahiməhullah Məcmul Fətava kitabı 28-ci cild 152-ci səhifə. Həmçinin təfsirçi İbn Kəsirin təfsirində İmam Əş-Şafiyinin bu sözləri, yəni müxtəlif çeşidli ləfzlərdə rəvayət edilmişdir və İbn Kəsirin təfsirində həmçinin bu ləfzlə rəvayət edilmişdir ki, Qalə Şafii rahiməhullah Ləv tədəbbərən nəsu həzi surə ləvəsiyyəthum. İbn Kəsir demişdir ki, bəs İmam Əş-Şafii Allah ona rəhmət etsin demişdir ki, əgər insanlar bu surəni öyrənmiş olsalar, yəni tədəbbür etsələr, artıq bu onlara yetər ki, bunların da şək yoxdur ki, mənası eynidir, birdir, Allah bilir. İbn Kəsir bunu demişdir, deməli təfsirində 8-ci cild 456-cı səhifədə. Bundan sonra müəllif Muhammed bin Abdülvahhab Allah ona rəhmət etsin demişdir ki, və qaləl Buxariyyu rahiməhullahu teala babu el-ilmu qabləl qavli vəl-əməl. Müəllif demişdir ki, El-Buxari, Uca Allah ona rəhmət etsin demişdir ki, yəni Səhih kitabında ayrıca bab fəsil açmışdır ki, bəs elmin sözdən və əməldən əvvəl olması babı fəsli. İmam Əl-Buxari Əbu Abdullah Muhammed ibn İsmail ibn İbrahim ibn Muğira Əl-Buxaridir. Hicrətin 194-cü ilinin Şəvvəl ayında Buxarada doğulmuşdur. İslam dinində Allahın kitabından sonra ən səhih kitab olan Səhih Əl-Buxarinin müəllifidir. Böyük alimlərdəndir, hafizdir. Hədis elmində Əmir əl-Müminin səviyyəsindədir. 600 min hədis əzbər bilmişdir və böyük hədis elmində böyük mərtəbələrə nail olmuşdur. Hədis elminin özəlliklərini, rical elminin və iləl elminin özəlliklərini ən mahir bilicilərindəndir. Hədis tələb etmək üçün bir çox bölgələrə səfər etmişdir. Məkkəyə, Mədinəyə, Misrə, Şama, Bəsrəyə, Bağdada, Rəyə, Rey şəhərinə, Nisabura, Bəlxə səfər edərək hədis tələb etmişdir. Həmçinin başqa faydalı elmi əsərlərin müəllifidir. Bunlardan tarix kitabıdır, Tarix-ü Duafa, həmçinin Xalq Əfəlül İbəd, Ədəbül Mufrad və s. başqa kitabların müəllifidir. Hicrətin 256-cı ilində Səmərqənd yaxınlığındakı Xərtəng deyilən kənddə, bölgədə vəfat etmişdir. Allah ona rəhmət etsin. Və İmam Əl-Buxarinin bu sözləri ki, yəni elm, söz, danışmaq və əməl etməkdən qabaqdır, sözləri onu ifadə edir ki, əgər insanın sözü və əməli elm üzərində qurulmazsa,
onun şəri mizanda, yəni şəriət tərəzisində heç bir etibarı yoxdur. Və elm söz və əməlin səhihliyi üçün şərtdir. Yəni, sözün və əməlin səhih olması üçün mütləq o sözün və əməlin sağlam mənbədən götürülmüş elmə ehtiyacı vardır və bu şərtdir. Və əgər söz və əməl sağlam, səhih elmdən, elm mənbəyindən, yəni şəri qaynaqlardan götürülməzsə, o sözün və o əməlin şəri mizanda, yəni şəriət tərəzisində heç bir məqamı, heç bir dəyəri yoxdur. Bundan sonra müəllif rahiməhullah, Allah rəhmət etsin demişdir. Və dəlilu qavluhu təalə fəaləm ənəhu la iləhə illallah və istəğfir li zənbik Muhammed 19 fəbədəə bil ilmi qabləl qavli vəl əməl. Müəllif demişdir ki, bunun dəlili uca Allahın bu sözləridir ki, bil ki, ondan başqa heç bir ilah yoxdur və sonra və günahların üçün istiğfar et, günahlarının bağışlanmasını dilə. Muhammed surəsi 19-cu ayə və elm söz və əməldən qabaq başlayır. Müəllif bunları qeyd etməklə və sözünə dəlil və dəlilu kəlməsi ilə başlaması onu ifadə edir ki, yəni bu ayəni İmam Əl-Buxarinin yuxarıda dediyi, yəni açdığı baba dəlil olaraq gətirməsini ifadə edir. Və bu səbəbdən də müəllif demişdir ki, və dəlilu, yəni bunun dəlili, yəni və ayəni qeyd etmişdir ki, oxuyan üçün daha aydın olsun ki, yəni İmam Əl-Buxarinin bu sözlərinin dəlili, yəni uca Allahın Muhammed surəsi 19-cu ayədə qeyd etdiyi sözlərdir. Uca Allah bu ayədə demişdir ki, bil ki, Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur və bundan sonra günahların üçün istiğfar et. Və bu da şək yoxdur ki, yuxarıda dediyimiz sözlərə dəlil olaraq gəlmişdir ki, istifadə edilmişdir ki, deyilmişdir ki, nə cür nə ki, müəllif də rahiməhullah bunu məhz dəlil kəlməsini qeyd etməklə bu kitabında qeyd etmişdir. Və bundan da məqsəd məhz, yəni İmam Buxarinin sözlərinin dəlilə istinad etməsi üçün əsaslandırmaqdır. Yəni ki, İmam Əl-Buxari bu sözləri, yəni bu cür babın açılmasını boş yerdən götürməmişdir və bunun dəlili uca Allahın Muhammed surəsi 19-cu ayədə zikr etdiyi həmin ayədir. Ayədə xitab Peyğəmbər sallallahu aleyhi və səlləmədir. Lakin bu bütün ümmətə şamil edilir və bu da bilməkdir. Yəni, uca Allah nə demişdir? Demişdir ki, bil ki, ey Peyğəmbərim, bil ki və həmçinin ey ümmət, bil ki, Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur və bundan sonra günahların üçün istiğfar et, yəni bağışlanma dilə. Və şək yoxdur ki, hər bir kəs Allaha iman edərkən Allahın tək olduğunu, onun şərikinin olmadığını bilməsi gərəkir və bildikdən sonra məhz iman etməsi gərəkir. Və burada bilməkdən də murad şəri elmi bilməkdir. Çünki insan, yəni Allahdan başqa ilahın olmadığını
şəri elm olmamış, yəni bilməsi mümkün deyil və ya bilə bilər, məsələn, kövni ayələrlə bilmiş olar, lakin bunu mütləq şəri elm ilə qüvvətləndirmək lazımdır və bu səbəbdən də baxmayaraq ki, uca Allah kainatı bu şəkildə, bu surətdə, bu nizamda yaratmışdır, lakin hüccətini tamamlamaq üçün və qullarının üzərindən hüccəti qaldırmaq üçün bu kifayət etməmişdir və mütləq peyğəmbərləri göndərmişdir, necə ki belə etmişdir və kitablar və sairə sayfələr nazil edərək onlardan hüccəti bu şəkildə qaldırmışdır və bu səbəbdən də burada, yəni bil ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur cümləsindəki bilinməsi əmr edilən elm məhz şəri elmdir. Çünki şəri elm olmasa, dediyim kimi, bunları bilmək mümkün deyil. Bu səbəbdən də uca Allah Peyğəmbər sallallahu əleyhi və səlləmə xitab edir və həmçinin ümmətinə xitab edir, lakin xitab Peyğəmbərədir. Bil ki, bilin ki demədi. Bil ki, həmçinin deyəndə ki, günahların üçün istiğfar et. Demədi ki, günahlarınız üçün istiğfar edin. Peyğəmbərə müraciət edərək dedik və bu da, yəni günahların üçün istiğfar et, əməli ifadə edir ki, bu bir əməldir. Yəni istiğfar əməldir və ibadətin növlərindən bir növdür. Və şəri elmi öyrənməyin də şək yoxdur ki, böyük fəzilətləri vardır. Bu barədə Quran və sünnədə çox sayda dəlillər vardır, lakin biz bir neçəsini qeyd etməklə inşallah kifayətlənəcəyik ki, yəni elmin, şəri elmin fəzilətlərinin hansı mərtəbədə olmasını bəyan edək inşallah və bunu bilək. Uca Allah Quranda demişdir ki, Yərfəyilləhul-ləzīnə əmənu minkum vəl-ləzīnə utul ilmə dərəcətin vallahu bimə tə'məlunə xəbir. Uca Allah demişdir ki, ey iman gətirənlər, sizə məclislərdə yer verin deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Ha belə sizə qalxın deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır. Bax, uca Allah bu ayədə, yəni iman gətirənləri və elm verilmiş kəslərin dərəcələrini ucaltmasına söz vermişdir. Uca Allah demişdir ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır. Əl-Mücadilə surəsi 11-ci ayə. İmam Müslim səhihində Amir ibn Vəsilədən rəvayət etmişdir ki, Nafi ibn Əbdülharis Ömər ibn-i-Xattabla görüşür və ondan bəzi şeylər soruşur və bu barədə Ən Amir ibn Vasilə ənnən Nafi ibn Əbdülharis ləqiyə Umər bi Usfan və kana Umaru yestəmiluhu alə Məkkə fəqalə mən istəməltə alə əhlil vadi fəqalə İbn Əbzə qalə və mən İbn Əbzə qalə məvlə min məvalinə qalə fəstəxləftə aleyhim məvlən fəqalə qalə innəhu qariyun li kitabillahi əzzə və cəl və innəhu alimun bir fəraid qalə Umər əmmə innə nəbiyyukum sallallahu aleyhi və səlləm qad qalə innallaha yarfa'u bihəzəl kitab əqvəmən və yədəu bihi əxərin. İmam Müslimin Səhih əsərində Amir ibn Vəsilədən
rivayet edilmiştir ki Nafi İbni Abdülharis Ömer İbni Xattab ile Usfanda görüşür ve Ömer İbni Xattab onu Məkkədə vəli qoymuşdu, təyin etmişdi və ondan soruşur ki, bəs vadi əhli üçün kimi başçı təyin etmisən? Dedi ki, İbni Əbzanı. Bunun üzərinə Ömer İbni Xattab dedi ki, İbni Əbza kimdir? Bunun üzərinə dedi ki, bizim mövlalarımızdan bir mövladır. Yəni mövla, yəni azadlı qullarımızdan. Yəni əvvəl qul idi, sonra İslamı qəbul etmişdir və azad edilmişdir. Bunun üzərinə Ömer İbni Xattab dedi ki, bəs sən mövlanı xəlifənin nümayəndəsi, yəni yerlərdə nümayəndəsi olaraq, başçı olaraq təyin etmisən. Bunun üzərinə Nafi İbni Abdülharis demişdir ki, bəs o əziz və cəlil olan Allahın kitabını oxuyur və o fəraiz elmini, yəni miras elmini biləndir. Bunun üzərinə Ömer İbni Xattab dedi ki, amma sizin Peyğəmbəriniz sallallahu aleyhi və səlləm demişdir ki, şübhəsiz ki Allah bu kitab ilə qövmləri qaldırar və başqalarını da alçaldar. Bu hədisi İmam Müslim Səhih əsərində 817 saylı rivayətdə, İmam İbn Məcə Sünən kitabında 218 saylı rivayətdə, İmam Əhməd Əl-Müsnəd kitabında 232 saylı rivayətdə və başqaları rivayət etmişlər. Həmçinin Uca Allah Quranda alimlərin vəsf edərkən demişdir ki, İnnəmə yaxşallaha min ibadihil uləmə İnnallaha azizun qafur. Uca Allah demişdir ki, qullarından Allahdan ən çox yalnız alimlər qorxar. Şübhəsiz ki Allah əzizdir, izzət sahibidir və qafurdur, günahları bağışlayandır. Fatir surəsi 28-ci ayə. Həmçinin sələflərdən bəziləri bu ayəni, yəni Muhammed surəsi, müəllifin kitabda qeyd etdiyi Muhammed surəsi 19-cu ayəni elmin fəziləti barədə də dəlil gətirmişlər. Necə ki, Əbu Nüeym Əl-Əsbahani rahiməhullah Əl-Hilyətül Əvliya kitabında zikr etmişdir ki, Ən Süfyan İbn Uyeynə rahiməhullah ənəhu suilə ən fədlil ilmi fəqalə ələm təsmə' qavləhu təalə hinə bədəə bihi fəqalə fə'ləm ənəhu la iləhə illallah thumma əmrəhu bil əməl bə'də zəlikə fəqalə vəstəğfir li zəmbik. Əbu Nüeym Əl-Əsbahani rahiməhullah Hilyətül Əvliya kitabında Süfyan İbn Uyeynədən, tabiinlərdən olan Süfyan İbn Uyeynədən, Allah ona rəhmət etsin, rivayət etmişdir ki, ona elmin fəziləti barədə sual verildiyi zaman o demişdir ki, məgər siz uca Allahın bu ayəsini eşitmədiniz ki, o ayəyə necə başlayır? Deyir ki, bilin ki, Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur. Sonra əməl etmək ilə əmr etmişdir və demişdir ki, vəstəğfir li zəmbik, yəni günahlarının bağışlanmasını dilə. Və burada elmin fəzilətli olmasına dəlalət edən amil bundan ibarətdir ki, uca Allah Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə əməl etməyi əmr etməmişdən qabaq ona bilməyi əmr etmişdir. Və bu səbəbdən bu ayə iki məsələyə dəlalət edir ki, birincisi,
elmin fəzilətli olmasına və ikincisi də elmin əməldən öncə əvvəl müqəddəm olmasına dəlalət edir. Beləliklə, biz burada qalırıq inşallah və kitabın bu hissəsində qalırıq və gələn dərsimizdə qaldığımız yerdən davam edəcəyik inşallah və sonda da uca Rəbbimiz Allah Subhanahu Taala'ya həmd-i sana edirəm və Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləmə, onun əhli beytinə və bütün sahabələrinə və qiyamətə qədər gözəl biçimdə onların yoluna tabi olanların üzərinə Allahın salavatı və salamı olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.